Şamaxıda bayramdır. Məhsul bayramı, əmək bayramı. Rayonun partiya, sovet, komsomol təşkilatlarının nümayəndələri, adlı sanlı əmək adamları, qonşu rayonlardan, Bakıdan gəlmiş qonaqlar Vladimir İlyich Leninin abidəsi önünə, naməlum əskərin məzarı üstünə əklillər qoyurlar. Bayram təntənəsinə rayonun bütün təsərrüfatlarından əməkçilər toplaşıblar. Onlar 10-cu beşilliyin 1-ci ilində qazandıqları müvəffəqiyyətlər haqqında bugün iftixarla raport verirlər. Şamaxı rayonu 1976-cı ildə taxıl istehsalını 60.332 tona çatdırmışdır. Bu, keçən ilkindən 28.000 ton çoxdur. Üzümçülər 85.000 ton üzüm əvəzinə 145.000 tondan çox üzüm istehsal etmişlər. Kənd əməkçilərinin orta aylıq əmək haqqı 20-25% artmışdır. Təntənəli yığıncaqda rayon partiya komitəsinin birinci katibi Sahib Sayılov məhsul bayramı iştirakçılarını bu ilki böyük əmək qələbələri münasibəti ilə səmimi salamladı. Akademik İmam Mustafayev, Sabir adına kolxozun sədri İkram Məmmədov, SSR xalq artisti İsmail Dağıstanlı Şamaxı rayonunun kənd əməkçilərinə xoş arzularını bildirdilər.